Sual biyologiya test toplusunun 28-ci sınağının birinci sualıdır. Deyir ki, DNT molekulunun 2 qat hidrogen rabitələrinin 3 qat hidrogen rabitələrinə olan nisbəti 2-nin 3-ə kimidir. Hidrogen rabitələrinin cəmi 1950 olarsa, bu DNT molekulunun uzunluğu nə qədər olar? Deməli, biz bilirik ki, DNT 2 qat spiral zəncirdən ibarətdir. Gəlin baxaq. Deməli, baxaq buna. Deyir ki, 2 qat hidrogen rabitələrinin sayı. 2 qat hidrogen rabitə deyəndə bizdə adenin və ya timinin, 3 qat hidrogen rabitə deyəndə isə sitozin və ya guaninin sayı nəzərdə tutulur. Deməli, deyir ki, 2 qat hidrogen rabitələrin sayı 3 qat hidrogen rabitələrin sayına olan nisbəti 2-nin 3-ə kimidir. Amma DNT 2 zəncirli olduğu üçün biz 2x yəni qarşı zəncirdə tamamlamağa çalışacağıq. Deməli, hidrogen rabitəsinin düsturu biz bilirik ki, hidrogen rabitəsi bərabərdir nukleotid üstə gəlsin guanin və ya sitozin sayı. Görürük ki, burada nukleotidlərin sayı nə qədərdir? Deməli, 3, 3, 6, 8, 10 x-a bərabərdir və hidrogen rabitəsinin qiymətini gətirib qoyaq yerinə. 1950 bərabərdir 10x plus guaninimizin miqdarı nə qədər idi? 3x. Yəni, bu guanindir, bu sitozindir. Tutaq ki, bu adenindir, bu da timindir. 3x. Deməli, 13x bərabərdir 1950, x da buradan bərabərdir 150. Deməli, gətirib biz əgər burada yerinə qoysaq, onda adeninimizin miqdarı olacaq. Yəni, 2x olduğu üçün adenin miqdarı bərabər olacaq 300-ə. Adenin 300-ü demək timində 300-ə bərabərdir. Guanin nə qədər idi? 3x idi. 3x-i gətirib qoysaq x-in burada yerinə eləyəcək 450 guanin. 450 guanin isə 450 sitozin vardır. Biz bunun hamısını toplasaq, burada bizə 1500 deməli bizim nukleotidimiz vardır. Deməli, bizə DNT molekulunun uzunluğunu istəyir. Biz bilirik ki, DNT molekulunun uzunluğu DNT 2 zəncirli olduğu üçün biz bunu bölməliyik 2 yerə. Çünki bu 1500-dən nukleotid arda düzülmüş nukleotid deyil. Yəni 750-si bir cərgədə, 750-si onun qarşısındakı cərgədə dayanmışdır. Yəni bölməliyik 2-yə, tapmalıyıq nəyi? 750-ni. Siz bilirsiniz ki, bir nukleotid 750, bir nukleotidin də uzunluğu 0-dan %34 nanometrə bərabər olduğu üçün vuracaq 0-dan %34-ə. Bu da eləyəcək 255 nanometrə bərabərdir.